Sentyabr ayına o qədər nifrətim var, o qədər zəhləm gedir o aydan. O ay gələndə elə bilirəm ki, mənim elə bir ki, çiynimə daş qoyulur, bax elə. Biz analar yaşamırıq ki, yalandan üzümüz gülür elə. Mahir Xələfli 2-ci Qarabağ müharibəsi başladığı gün 27 sentyabr tarixində 19 yaşında şəhid olub. O Sumqayıtın ilk şəhiddir. Müharibənin ilk günü olduğu üçün ailəsi hər şeydən xəbərsiz olub. Hətta şəhid olmamışdan əvvəl elə həmin gün atası ilə telefon bağlantısı qura bilib. Anası bildirir ki, bu gözlənilməz xəbər onları illərlə matəmə boğub. Ta ki ailə digər övladının oğlunu qucağına alıb ona Mahirin adı ilə səslənənə qədər. Mahir əskəriyə gələndə pis vaxta düşmüşdü, pandemiya idi. Pandemiya vaxtına düşmüşdü. Gəncəyə düşdü, heç Prisiyaqasına da gedəmədik. Onlara tapşırdılar ki, olmaz da pandemiyaya görə Prisiyaqanı elə bir saat özləri aralarında çasta elədilər. Sentyabrın 13-ü onları Prisiyaqasından sonra köçürdülər Daşkəsənə. Daşkəsəndə 13 gün idi də getmişdi ora. 25 atası ilə danışdı. 18-i mənlə danışdı, 25 atası ilə. 27-si xəbəri gəldi. Müharibə başlayan günü şəhid oldu Mahir, Murovda. Onu da gördüm, qara maşında balamı gətirirlər. Tabutu çıxanda heç inanmadım ki, ay Allah, Mahir yalı belə gəlib evə. O kadar arzuları var idi Mahir'in, o kadar arzuları var idi. Biz analar yaşamırıq ki, yalandan üzümüz gülür elə. Xoş günlərimizi özləri ilə apardılar. 2 il elə bir ki, yaşam, elə bir ki, həyatdan tamam sönmüşdük da. Ondan sonra oğlum, qardaşını evləndirdim. Oğlu oldu, Mahirin adını götürdüm. O biraz mənə təskinlik oldu. Sentyabr ayına o qədər nifrətim var, o qədər zəhləm gedir o aydan. O ay gələndə elə bilirəm ki, mənim elə bir ki, çiynimə daş qoyulur, bax elə. 27-si mənim üçün elə bir ki, ağır gündür da. Elə bir ki, həyatım elə o anda söndü mənim. 25-i saat 11 olardı, danışdıq. Dedi ki, ata, hər şey yaxşıdır, türklər çoxdur. Deyəsən, Mahir olacaq. 27-si axşam internetdə kəsilib, ancaq xəbərlərə baxırıq. Saat 9 olmazdı, gördüm, qardaşım rəng elədi ki, bəs Mahirdən xəbərim var. Dedim, hə, danışmışam. Aradan 5 dəqiqə keçib bir də zəng. Deyirəm, mən zəng eləyiblər ki, bəs yaralanıb, Gəncədədir. Getmək lazımdır ora. Dedim, hə, yaralına deməzlər. Yəqin ki, bir şəhid olub. Heç bilmirik yaxın müharibədə olub. Voyankomata çağırırlar. Getdik voyankomata. Deyir ki, bəs məni buraxmadılar içəri. Məni buraxmadılar içəri. Qardaşım geldi. Bir yarım saatdan sonra çıxdılar, dedilər ki, gedin evi, gətirirlər. Amma elə buradaymış. Hazır burada yeşikdə düzəldiblər, qoyublar içinə. Saat haradasa 12 olar, gecə getdilər. Tezdən də durdum, açdım, görüm, nədir? Gördüm ayağından, ciyərindən. Minamyotla vurublar. Ceyimlə qoymuşlar yeşiyi. Bizə heç nə vermədi, bizə heç nə yox. Mən əskər gedib gələndən sonra Mahirin idmanında başladığını öyrəndim. O da mənim kimi qaydası döyüşlə məşğul olurdu. Maşallah, yaxşı nəticələri var idi. 2020-ci il idi, sentyabrın 27-si. Məşqdə idim. Mən məhəl uşaqlarım zəng elədi ki, məhəlləmizə
şəhid gəlir, amma mənə demədilər kimdir. Dedim kimdir? Dedilər ki, Məhlaşadır, gəl görərsən. Onlar qorxdular ki, mən belə çox narahat olaram, pis olaram. Məhəlləmizə gələndən sonra eşitdim ki, Sumqayıtın ilk şəhəri şəhidim Mahir Xələfli olub. Biz çox, yəni belə deyək, dərin üzgün bir hala düşdük. Yəni Mahir bizim həmişə yenə deyək, gözümüzdə igid, vətənsevər, həyata bağlı, ailəsinə bağlı, idmanına bağlı, dostlarına sevimlisi bir uşaq kimi həmişə bizim yaddaşımıza qalıb. Avtoşkola oxumuşdu, maşından yaxşı baş çıxırdı. Həmişə bizə deyirdi ki, görürsün, mənim ana 16-17 yaşım var, görürsün necə maşın sürürəm. Mahirin bulağı var, hər gedəndə dua eləyirik. Yay vaxtı bir bulaqdan su içirik və yenə də anırıq onu. Həmişə Mahir bizim ürəyimizdə yaşayacaq, biz ondan fəxr edirik.